Mən Nəbiyeva Təranə, Qarabağ Mekaq komandasının baş mentoruyam. Mekaq komandası 2022-ci ildən bəri Azərbaycanın ilk və tək komandasıdır və artıq 2025-ci ildən bəri biz Qarabağ Mekaq adlanırıq. Bu bizim Qarabağ Futbol Klubu ilə əməkdaşlığımızın nəticəsindədir. Bu illərin bizim üçün çox özəl bir ildir. Ona görə ki, artıq Qarabağın adını daşımaq necə böyük bir şərəfdirsə və elə bir məsuliyyətdir. Buna görə də biz bu illərim tam formada hazırlaşırıq komanda halında. Qarabağ Mekaq komandasında artıq 4 ildir fəaliyyət göstərirəm. Bizim əsas məqsədimiz hər bir fərd üçün inklüziv və bərabər imkanlı mühitləri əlçatan etməkdir və komandamızda yer almaq üçün heç bir fərdi məhdudiyyət yoxdur. Bunu misal olaraq göstərə bilərik ki, Sənan Mirzəzadə eşitmə və nitq məhdudiyyəti olmasına baxmayaraq komandamızda yer aldı və bizimlə birlikdə yarışdı. Komandamızın ən parlaq üzvlərindən birinə çevrildi. Yarışdan qayıtdıqdan sonra Sənan Gənclər və İdman Nazirliyi tərəfindən İlin Gənci mükafatına layiq görüldü. FRC, yəni First Robotics Competition yarışması, ilk robot müsabiqəsi adlanan yarışma, artıq 92-ci ildən bəri keçirilən dünyada 90-dan çox ölkənin qatıldığı, Amerikada robototexnikanın Nobeli adlanan bir yarışmadır və bu yarışmanın Azərbaycanda tək üzvü olmaq həqiqətən də çox böyük bir məsuliyyət və qürur verici bir hissdir. Bu yarışmanın baş layihə rəhbəri və baş sponsoru NASA-dır və bu yarışma Tesla, Apple, FedEx kimi şirkətlər tərəfindən dəstəklənir. MIT, Stanford kimi universitetlərin daxilində FRC komandaları yaradılır və yarışdırılır və biz 2023-cü ildə bu yarışmanı New Yorkda ilk dəfə ölkəmizi təmsil etmişik. Birincilər içərisində Rookie All-Star və Wildcard mükafatları ilə ölkəmizə dönmüşük və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yenə həmin ildə dünya çempionatlığına Houstonda yarışa qatılmışıq. 30 mindən çox üzvün qatıldığı bu yarışmada biz Newton Division'da iştirak elədik və bizim 78 rəqibin içərisində 17 mükafat alma şansı var idi ki və biz 17 komandadan biri olaraq ölkəmizə yenə də mükafatla geri döndük. Təhsilin davamlılığının aparılması üçün Qarabağ Mekaq komandası 6 FLL, 1 FC komandası yaratmış və mentorluq etmişdir. Bu komandalar 6 mükafata layiq görülmüşdür. Biz FRC yarışına şagirdlərimizi yalnız gənc mühəndis kimi yetişdirmirik. Onların həm də yumşaq bacarıqlarını inkişaf etdiririk. Bu yarışda onlar yalnız texniki biliklərə yiyələnmirlər. Eyni zamanda dünya həmyaşıtları ilə təcrübə mübadiləsi aparmağı da əldə edirlər. Orlandoda yarış zamanı komanda üzvümüz Ayan Məmmədli yaratdığı əlaqələr vasitəsilə ölkəmizdə Women in STEM platformasını yaratdı. Və bu platforma sayəsində Azərbaycanda olan gənc qızlarımızı STEM sahəsinə yönləndirə bildik. Ayanla birlikdə autismli uşaqlara ödənişsiz dərsləri təşkil etdik. Qeyd edim ki, Ayan ölkəmizə ilk Diana mükafatını gətirən komanda üzvümüzdür. Hər kəsə salam. Adım Məhəmməddir. 16 yaşım var və 11-ci sinif şagirdiyəm. Bu mənim artıq Qarabağ Mekaq timində 2-ci ilimdir və mənə elə gəlir ki, bizim qələbə arzumuz həyəcanımızı keçəcək. Bizim Qarabağ adı ilə çıxış etməyimiz bizə ruh yüksəkliyi verir. Qarabağ klubunda ən sevdiyim futbolçu Elvin Cəfərquliyevdir. Mənim adım İncidir. 12 yaşım var. 7-ci sinifdə oxuyuram. Qarabağ Mekaq komandasına bu il qatılmışam. Mən bundan əvvəl Azərbaycanda və Türkiyədə yarışlara qatılmışam. FTC, FLL kimi. Qarabağ Futbol Klubunun oyunları tez-tez izləyirəm və ən sevdiyim futbolçu Abdullah Zubirdir. Hər kəsə salam, mənim adım Muhammeddir, mənim 12 yaşım var. Mən komandaya təzə qatılmışam və mən futbolu çox sevirəm. Mən Qarabağ klubunun azərkeşiyəm. Mənim ən sevdiyim oyuncum Bəhlul Mustafazadə. 90-dan çox ölkənin qatıldığı bu yarışmada Qarabağ Mekaq Azərbaycan adını ora yazdıran, bayrağını dalğalandıran və himnini səsləndirən tək və yeganə komandadır və bu komanda artıq bir dəfə dünya çempionatına gedibdir və biz bu illərim Qarabağa, Qarabağ Mekaq adından Çempionlar Liqasında uğurlar arzulayırıq və Qarabağın dəstəyi ilə də Qarabağ Mekaqın dünya çempionatına getməyini arzulayırıq. Qarabağ Futbol Klubu ilə etdiyimiz əməkdaşlıq bizi həm fərəhləndirir, həm də böyük məsuliyyət hissi verir. Birlikdə hər zaman Qarabağın oyunlarına həyəcanla baxırıq və uğurlar arzu edirik.